Zaman xalqı aldadıblar, manipulyasiya edirlər. Lap təzə vaxtlarda neft pulları ilə aldadırlar insanları. Deyirdilər ki, neft pulları gələcək, sizə də çatacaq, hamı yaxşı yaşayacaq. Neft pulları ilə güya Qarabağ problemini həll edəcək, yadınızdadır. Kimin yaşı çatırsa onlar xatırlayacaqlar. Daha əvvəl belə aldadırlar. Sonra dedilər ki, İlham Əliyev gəncdir, təzə başlayanda gənc idi də. Gəncdir, ingilis dilini bilir, islahat olacaq, biraz da gözləyir. İslahat söhbəti ilə bir müddətdə xalqı aldatdılar. Sonra dedilər ki, yox, indi alınmır. Ətrafında hamısı köhnədən qalma atasının komandasıdır. Bunlar dəyişsin, bu nazirlər getsin, bu prezident aparatının başçısı getsin, bu spiker getsin, təzə gələn komanda görün nə edəcək. İslahatçılar gələcəklər, onlar islahat aparacaqlar. O da oldu. Hamı dəyişdi. Bütün nazirliklər dəyişdi. Bir neçə dəfə dəyişdilər. Amma heç nə dəyişmədi, çünki İlham Əliyev dəyişməyib baxın. Deməli, bu yalanlar da keçdi tutardı. Sonra dedilər ki, yaxşı beynəlxalq şərtlər yaranıb, Qarabağ problemini həll edirik və ondan sonra ölkə dəyişəcək. Amma nə dəyişdi? Repressiya daha da artdı, korrupsiya daha da artdı, bu tezisdə getdi. Bu da alınmadı. İndi artıq Azərbaycan hakimiyyətinin xalqa verəcəyi vəd qalmayıb. Bütün tezislər, indi mən hamısını sadalamadım da, çox uzun çəkməsin bizim cavabımız. Deməli, bütün bu 30 ildə nə qədər tezis var idisə, hamısından istifadə olunur. Hər dəfə xalqı nə ilə aldatmaq olarsa, onların hamısından istifadə olunur. İndi Azərbaycan xalqı çox təcrübələşib. İndi artıq Azərbaycan xalqını aldatmağa hökumətin bir tezisi qalmayıb. Ona görə də Azərbaycan hakimiyyəti xalqın qarşısına çılpaq, zorakı, zorba qüvvə kimi çıxır. Və o biri tərəfdən də baxır, görür ki, ictimai dəstək yox səviyyəsindədir, beynəlxalq şərtlər də dəyişir və o dəyişiklik gəlib bu coğrafiyaya çatanda 80-90% xalqla, hansı ki narazıdır o xalq, üz-üzə qalacaq və bu mübarizədə qalib gəlmə şansı olmayacaq. Ona görə də nə edirlər? Bildikləri tək yola başvururlar. Hədələmək, təhdid eləmək.